Hörmətli tamaşaçılar, səfər haqqında daha ətraflı məlumatı isə əməkdaşımız İbrahim Kamiloğlu'dan eşidəcəyik. İbrahim, eşidirik sizi. Salam Ülker, hər vaxtın xeyir. Bəli, Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev az öncə bu zalda mətbuata bəyanatlarla çıxış edilər. Çox önəmli açıqlamalar oldu. Prezident İlham Əliyev bildirdi ki, 8 avqustda Amerika Birləşmiş Ştatlarında Donald Trump'ın iştirakı ilə imzalanan, paraflanan daha doğrusu sülh sazişinin çox böyük irəliləyiş olub. Ondan sonra nəqliyyat, logistika sahəsində xüsusilə də irəliləyiş əldə olunub və bundan sonra Azərbaycan heç bir logistika tranziti bloklamır və hətta ilk olaraq Qazaxıstan taxılı Ermənistana çatdırılıb. Bu önəmli məlumat açıqlandı. Bundan başqa bildirildi ki, gələn ilin sonuna qədər Azərbaycan ərazisində həm yol, həm də dəmir yolu infrastrukturu olaraq, yəni həm avtomobil, həm dəmir yolu gələn ilin sonuna qədər başa çatacaq və əgər bu sürətlə digər ölkələrdə də bu sürətlə davam edərsə, Zəngəzur dəhlizi 2028-ci ildə tam hazır vəziyyətdə olacaq. Bundan başqa o da qeyd edildi ki, Qazaxıstan-Azərbaycan münasibətlərinə toxunuldu, bildirildi ki, qardaşlıq münasibətləri var, iki ölkə arasında müttəfiqlik münasibətləri var. Hətta Amerika Birləşmiş Ştatlarında həmin razılaşmadan sonra Azərbaycanı ilk təbrik edən liderlərdən biri də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev olub və həmçinin Azərbaycanla Qazaxıstan arasında perspektivli sahələrin müzakirə olunduğu bildirildi, orta dəhlizin məsələsi, layihələri müzakirə olunduğu bildirildi. Kasım-Jomart Tokayev isə bildirdi ki, Azərbaycanla Qazaxıstan arasında hazırda əmtəə dövriyyəsi illik yarım milyarda yaxındır. Gələcəkdə isə bunun 1 milyarda çatdırılması hədəflənir. Həmçinin süni intellekt sahəsində Azərbaycanın Qazaxıstanla birgə işləməsi, bu sahədə perspektivlərin olduğu bildirildi. Hətta dövlət başçısının səfərinin də müttəfiqlik münasibətlərinin 20 illiyinə təsadüf etməsinin də çox önəmli olduğunu, önəmli bir hadisə olduğunu vurğuladı və Kasım-Jomart Tokayev də eləcə də həmçinin Prezident İlham Əliyev də bildirdi ki, iki ölkə beynəlxalq təşkilatlar səviyyəsində daim bir-birini dəstəkləyir və bundan sonra da hansı istiqamətlərdə, hansı sahələr üzrə əməkdaşlıqların olacağı barədə danışıqlar gedir, razılaşdırılır və əməkdaşlığın daha da inkişaf etdirilməsi müzakirə olunur. Hələlik bizdən bu qədər. Hər hansı bir yenilik olarsa da sizlərə çatdırmağa çalışacağıq. Buyurun, söz sizdədir. Təşəkkür edirik İbrahim. Hörmətli tamaşaçılar, bizimlə birbaşa bağlantıda əməkdaşımız İbrahim Kamiloğlu idi. O hal-hazırda Qazaxıstandadır.